Bu sadə 5 vərdiş beynimizi daha sağlam edəcək və uzun vədədə qorxulu beyin xəstəliyi olan Alzheimerin də qarşısının alınmasında böyük bir rol oynayacaq. Bunlardan biri yetərli qədər yuxunu almaqdır. Bu sayədə beynimiz daha yaxşı inkişaf edir. İkincisi, oxumaq və yazmaq. Bu isə beynimizin daha hər zaman aktiv qalmasına, işlək olmasına gətirib çıxarır. Üçüncüsü, fiziki hərəkət. Yəni, müəyyən qədər hərəkət etmək, adi yürüyüşə çıxmaq belə beyin damarlarının daha yaxşı qanlanmasına, bu sayədə də beyin toxumasının daha sağlam olmasına gətirib çıxarır. Dördüncü vərdişimiz sağlam qidalama. Təbii ki, ağzımızdan daxil olan bizim hər yerimizə təsir etdiyi kimi beynimizə də təsir edir. Buna görə də həm beyinə zərər vuran xəstəliklərin qarşısını almaq üçün, həm də daha sağlam yaşamaq üçün sağlam qidalanma, doğru şeyləri bədənimizə daxil etmək də çox önəmlidir. Və ən sonda önəmli faktorumuz, hətta Alzheimer xəstəliyində deyilənə görə, araşdırmalara görə çox həlledici rol oynayan sosial əlaqələr. Yəni, insanın müxtəlif bir əhatəsinin olması, dostlarının mı deyim, söhbət edəcəyi ailə ortamı mı deyim, yəni araşdırılan aparmalar göstərmişdir ki, daha doğrusu aparılan araşdırmalar göstərmişdir ki, yalnız yaşayan insanlarda Alzheimer xəstəliyi daha sürətlə irəliləyir. Buna görə də, məsələn, söhbət edəcəyiniz insanların olması, deyib gülən ortamların olması və yaxud da heç deyib gülməyin, sadəcə öz duyğularınızı, günlük rutininizi, günlük həyatınızı, fikirlərinizi bölüşə biləcəyiniz insanların ətrafınızda olması beyin sağlamlığınız üçün düşündüyünüzdən də önəmlidir.